Əziz izləyicilər, bugün hər kəsə məlumdur ki, əziz bayramlar günüdür. Həm Novruz bayramı münasibətilə, həm Ramazan bayramı münasibətilə mən millətimizi, xalqımızı, cəmaatımızı səmimiyyətlə təbrik edirəm. Allah ölkəmizə sülh, əmin-amanlıq nəsib eləsin. Qara buludlar bir daha ölkəmizin üzərində olmasın. Ata-analar göz yaşı tökməsin. Həmişə bayram əhval-ruhiyyəli olaq. Bu əziz bayram günündə biz gəlmişik Çoxanəbi kəndinə. Tovuzun ən ucqar kəndlərindən biridir və ən əsası düşmənlə sərhəd olan bir kənddir. Mən həmişə demişəm, yenə də deyirəm ki, bu kənddə balacalar ana ailəsi ilə, yox düşmən gülləsinin səsi ilə böyüdülər. Hər biri balacadan böyüyə, hər bir vətəndaş, hər bir sakin bu kənddə qəhrəmandır və bu qəbristanlıq da, bu məzarlıq da bizim 3 oğlumuz, 3 igidimiz var. Həm Novruz qardaşımız, həm Muraz qardaşımız. Muraz qardaşımız 44 günlük vətən müharibəsinin şəhididir və burada xidməti zamanı rəhmətə gedən bir qardaşımız var, adı necədir? Babək. Allah ruhunu şad eləsin Novruzumuzun timsalında. Bugün gəlmişik biz Novruz qardaşımızın, şəhid Novruz Tağıyevin ziyarətinə. Bugün onun 36 yaşını qeyd edirik və ondan bizə qalan uğur balamız var. Allah ona can sağlığı versin. Mən Gülünü sevirəm. Niyə? Qeyrətli bacımızdır. Şəhid adını şərəflə daşıyan bacımızdır. Allah uzun ömür can sağlığı versin. Hər bir insan o ada layiq yaşamır. O ada layiq yaşadığı üçün mən həmişə sənə borçluyam. Və bugün burada Tovuz Turan Şəhid Ailələri Birliyi adından buradayam və özləri gələ bilməsələr də ürəkləri buradadır. Allah hər birinə can sağlığı versin. Hər kəs bilir ki, bizim birliyimiz şəhid ailələrindən, qazi qardaşlarımızdan ibarətdir. Mən bütün analarımıza, atalarımıza Allahdan can sağlığı arzulayıram. Həqiqətən çətindir. Məzar başı önündə ad günü qeyd eləmək, hələ də ki bu körpə bala üçün yol boyu danışa-danışa gəlir, deyir, Uğur hara gedirsən, deyir, atanın yanına gedirik, deyir, ata necədir, deyir, heç nə yaxşıdır, sağ ol, ata yatıbdır. Həqiqətən o mənzərəni heç kim görmək istəməz. Allah heç bir balanı atasız qoymadı. Yəni bu balaların biz haqqını ödəyə bilmərik. Yəni bizlər yaşayaq deyə, bizlər azad olaq deyə bu körpələr atasız qaldı. Hakkımızın körpəmizsən, sən bizim erkəmizsən. Heç o bir şara bənzəmirsən sən. Sən Allah nətər yarattı, nətər gittin. Akıllı kardeşimsen. Ucadan kalbim aynı olsun. Ne deyirdim daha beri geleceğim. Uğur hara gəlibsən ay Uğur? Hara gəlibsən? Atanın yanına. Onu gətiribsən. Atanın bayramını təbrik etmişsən. Atasına gətirdi. Can. Kaş belə olmayardı. Anası yoldan Nərgiz gülü toplayıb vermişdi. Onu əlində saxladı. Kim istədi vermədi ona. Atası üçün gətirib. Allah səni qorusun ay Uğurum. Allah əzizlərinə, doğmalarına səbir versin. Çox çətindir. Həqiqətən çox çətindir. Düzü danışırıq, şəhidimizi tanıtmağa çalışırıq. Yəni özəl günlərində, ən azı özəl günləri olmasa belə bizim borcumuzdur. Onların ziyarətində olaq. Onların ailələrinə, onların əmanətlərini tək qoymayaq. Bu uşaq bu daşın üstündə həqiqətən çox güvənlə oturur və hiss edir ki, doğmasının yanındadır. Uğur, su var gəlsin. Atasına da kurban, yüzüne de. Onu verin. Adını bayramda doğulduğuna görə Novruz qoyub, yəqin valideynləri oğlum Novruzun. Yəni ad günlərini də çox sevirdi. Həmişə səbirsizliklə gözləyirdi. Sanki o özəl günü idi onun üçün hər zaman. Yəni biz sadəcə Novruzla birdə 2 ad günü keçirdə bildik. Allah korumadı, fidan oldu. Düşünürdük ki, daha gözəl olar. Nə bilim, yarım qaldı hər şey. Daha düşünə də bildik. Yaş belə olmazdı. Balasını büyüdüydü, görüydü. Üzürü say Gül. Həqiqətən üzürü say. Mən həmişə deyirəm, mən o
adı şərəflə daşıyan şəhid xanımların gözünün içinə tam baxmaq olmur. Orada o kədər hiss olunur. Allah səbrini versin. Haqqın ödənməz. Allah balanla ürəyini sevindirsin. Özündən görə bilmədiyin o sevinci, nə bilim o xoşbəxtliyi inşallah balandan görə biləsən. O sənin təsəllin olsun. Uğur təhsiyənin yox elə hamımızın da. Dedi ata özüm onları saxlayacağım. Atana söz ver. Dedi ata mami yüzüksə iki saxlayacağım. Ataya söz. Özüm Can, ay olur. Dedi oxuyacağım ata sana söz ver. Ruhun şad olsun əziz şəhid qardaşım. Oxuyuram. Oxuyub nə olasın? Polis olur. Sizin canınız yanır. Can, sənə qurban olaram sənin o ürəyinə. Bizim mi canımız yanır ay olur? Bizim canımız yanmır. Sən varsan ha, sən bizim bəsimizsən. Sen de kardeşsen, ben de bizim kardeşimizsin. Təhkət olun, amma Hə, belə dostlarım, amma hastarım ağlamayaq yəni. yox. Bildim. Ağlamayaq. Heç kim ağlamasın. Uğur istəyir heç kim ağlamasın, sakit olaq, heç kim acı çəkməsin. Dedəyimizə, amma yox. Ay sənin canına, kişi canına qurban olum mən sənin. Sakit olaq deyir, ağlamayaq gedək evimizə. Ruhun şad olsun dəyərli qardaşım. Belə bir igid balan var, xalqa əmanət, bizlərə əmanət. Allah qorusun.